Salam, əziz izləyicilər. Biz tabeli mürəkkəb cümlənin ümumi məsələlərini öyrəndik. Hansı ki, məktəblilər üçün, abituriyentlər üçün əsasən bu lazımdır. Bu da cümlələr baş cümləyə bağlayan vasitələrdir, əvəzlik qəliblərdir, bu da cümlənin funksiyalarıdır və bu da cümlənin yeridir. Biz bu haqda ətraflı məlumat verir. Bugündən budaq cümlələrin növləri haqqında danışacağıq. Əlbəttə, məktəb proqramında budaq cümlənin növlərinin müəyyənləşdirilməsi nəzərə alınmıyor. Lakin mən müəllimləri də nəzərdə tutduğumdan budaq cümlələrin növləri geniş şəkildə izah edəcəyəm. Əlbəttə, məktəblilər də, abituriyentlər də bundan istifadə edə bilərlər. Çünki budaq cümlənin növləri haqqında nə qədər ətraflı məlumata malik olsalar, ümumi məsələləri aydınlaşdırmaqda, onlara aid testləri vurmaqda o qədər də problemləri olmayacaq. Başlayalım. Budaq cümlənin aşağıdakı növləri var. Bu əsasən cümlə üzvlərinə görədir. Biz bilirik ki, budaq cümlələr baş cümlənin ya buraxılmış üzvünü əvəz edir, ya da işarə əvəzliyi ilə ifadə olunmuş əvəzlik qəlibini izah edir, aydınlaşdırır. Mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlı budaq cümləsi, təyin budaq cümləsi və nəhayət zərfi budaq cümlələri. Zərfin bilirik ki, növlərinə uyğun budaq cümlələr də var. Bir şey də bilin ki, zərfin növləri deyilərkən daha orada zərfi sözü işlədilmir. Deyilir tərz hərəkət budaq cümləsi, zaman budaq cümləsi, yer budaq cümləsi, kəmiyyət budaq cümləsi, səbəb budaq cümləsi, məqsəd budaq cümləsi. Və nəhayət iki budaq cümlə ki, hansı ki orada budaq cümlə bütövlükdə baş cümləni izah edir, ona aid olur, onu aydınlaşdırır. Bu şərt budaq cümləsidir, bir də qarşılaşma budaq cümləsi. Deməli, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 növ haqqında danışacaq. Mübtəda budaq cümləsi. Mübtəda budaq cümləsi hansı funksiyanı yerinə yetirir? 1. Budaq cümlə baş cümlənin buraxılmış mübtədəsini əvəz edir. 2. Budaq cümlə baş cümlənin o, bu, orası, burası, eləsi, elələri, beləsi, belələri, ora əvəzlikləri ilə işarə əvəzləri ifadə olunmuş mübtədasını izah edir. Mən ümumiyyətlə hamınıza tövsiyə edirəm ki, hər hansı budaq cümləni müəyyənləşdirərkən birinci növbədə bilmək lazımdır ki, hansı sözlər məhz hansı üzv yerində işlənir, daha doğrusu hansı əvəzlik qəliblər hansı üzv yerində işlənir. Mübtəda budaq cümləsində ancaq bu əvəzlik qəliblər işlənə bilir. Ya cümlədə olur, ya da cümləyə əlavə eləmək olur. Mübtəda budaq cümləsi iki cür qurulur. 1. Baş cümlə əvvəldə olur, budaq cümlə sonra. Bu nə zaman olur? A. Ki bağlayıcısı və intonasiya ilə, yəni ki bağlayıcısı vasitəsilə. İkincisi isə yalnız intonasiya ilə. Buraya bir fərq yoxdur. Yalnız intonasiya ilə olanda ora asanlıqla ki bağlayıcısını əlavə etmək olur. Məsəl üçün, xahiş olunur, içəri keçin. Xahiş olunur ki, içəri keçin. Yadındadır. O zaman yay idi. Yadındadır ki, o zaman yay idi. Mübtəda budaq cümləsi mübtədənin suallarına cavab verir. Kim, nə, bəzən də hara sualına. Yadda saxlamaq lazımdır ki, o, bu, orası,
burası bu modelde olanda nə sualına cavab verər? Eləsi belələri olanda kim sualına cavab verər? Baş cümlə əvvəl gələndə heç zaman müftədə hara sualına cavab verəlməz və orada ora əvəzi qəlbi işlənə bilməz. Cümlələrə diqqət edək. Tapşırılır ki, biz buranı qorumalıyıq. Ümumiyyətlə, budaq cümlənin növünü müəyyənləşdirərkən birinci növbədə ki bağlı, çən bağlanı bilir ki, baş cümlədir. Çətinlik çəkəndə baş cümləni dönə-dönə oxuyun. Elə oxuyun ki, intonasiyanın davamı olsun, nəyisə istəsin. Tapşırılıb ki, kimə tapşırılıb, biz buranı qorumalıyıq cavab verilir. Necə tapşırılıb cavab verilir? Tapşırılıb ki, nə? Bizim buranı qorumağımız. Göründüyü kimi sadələşdirəndə üçüncü növ təyin söz birləşməsinə ifadə olunur. Ümumiyyətlə məsləhət görürəm ki, həmişə baş cümləyə sual verəndə cavab alarkən, daha onun nə ilə ifadə olunduğunu axtarmamaq üçün birbaşa birləşmə şəklində cavab alınır. Yəni, tapşırılıb ki, nə tapşırılıb? Biz buranı qorumalıyıq deməkdənsə, daha münasibdir belə deyək. Tapşırılıb ki, nə tapşırılıb? Bizim buranı qorumağımız. Üçüncü növ təyin söz birləşmə şəklində ifadə olunur. Məlumunuz olsun ki, yaxın günlərdə dərslərimiz başlayacaq. Məlumunuz olsun. Nə? Yaxın günlərdə dərslərimizin başlayacağı feili sifət tərkibinə çevrildi. Yaxın günlərdə dərslərimizin başlayacağı məlumunuz olsun. Əvəzlik qəlb olmayanda onu asanlıqla əlavə etmək olur. Bu əvəzlik qəlblərdən. Bu da tapşırılır ki, və yaxud bu məlumunuz olsun, və yaxud orası məlumunuz olsun, burası məlumunuz olsun. Bir həftədir səni görürlər. Yalnız intonasiya bağlanır və yeri gəlmişkən deyim ki, bu cümlələr uşaqlar üçün ən çətin cümlələrdir. Yəni, baş cümlə daha çox zaman ifadə edir. Bir həftədir səni görmürəm. 2 saatdır çörək yemirik. 1 ildir ki, görüşmürük. Belə cümlələrdə uşaqlar çətini çəkirlər. Və ən çətin odur ki, belə cümlələrə əvəzi gəlib artırmaq bir qədər namünasib alınır. Məsələn, bu da bir həftədir ki, belə cümlələrə ən rahat yolu sadə cümlə çevirməkdir. Bir həftədir səni görmürəm, səni görməməyim və yaxud səni görmədiyim, ya məsdər tərkibi, ya feil sifəti. Səni görmədiyim bir həftədir. 3 saatdır çörək yemirik. Çörək yemədiyimiz 3 saatdır. Yəni, birinci cümlə budur, zaman mənası ifadə edərkən, uşaqlar bu cümlələrə çətin çəkilir. Belə cümlələrin ən sadə yolu, onu sadə cümləyə çevirmək üsuludur. Bu da deyildi ki, xəbər var, nə? Bu müftədə. Lakin müftədə qeyri-müəyyəndir. Bunun nə olduğunu ikinci cümlədir. Ehtiyatlı olmaq. Deməli, bu nədən ibarət imiş? Ehtiyatlı olmaqdan. Bu da cümlə, baş cümlənin bu əvəzini izah edir. Eləsi göndərilir ki, iş haqqında təsəvvürü yoxdur. Göndərilir xəbər, kim eləsi. Yenə də eləsinin məzmununu açmaq üçün bu da cümlə onu aydınlaşdırır. İş haqqında təsəvvürü eləsi göndərilir. Kim? İş haqqında təsəvvürü olmayanlar feili an şəkilçili, feili sifət tərkibi ilə ifadə olunur. Təəccüblüdür ki, oğlan dinmədi. Əlavə eləmək olar, bu təəccüblüdür, burası təəccüblüdür, orası təəccüblüdür ki, nə təəccüblüdür? Oğlanın dinməməyi və yaxud oğlanın dinmədiyi, hər ikisi demək olar. Birində məsdər tərkibi olacaq, birində dığı şəkilçili feil sifət tərkibi olacaq. Təəccüblüdür, nə? Oğlanın dinmədiyi təəccüblüdür və yaxud oğlanın dinməməyi təəccüblüdür.
Ona görə də belə cümlələri sadələşdirərkən nə ilə fərq olunur? Ən çox, üçüncü nöqtəli söz birləşməsi, xüsusən ikinci tərəfi məsdər olur, əsas tərəfi məsdər olur. Məsdər tərkibi ilə dediyim cümlələrdə var. An şəkilçili feil sifətlə və feil sifət tərkibi ola bilər ki, tək feil sırası. Məsəl üçün, eləsi var, oxunur. Eləsi var, kim var? Oxunmayan var, feil sifət də var. Eləsi var ki, dərsi oxumur, artıq olacaq feil sifət tərkibi. Və nəhayət dığ şəkilçisi, mənsubə şəkilçisi feil sifətdir və feil sifət tərkibi. Tək feil sifət ola bilər. Eləsi var ki, dərsi oxumur. Eləsi var ki, gəlmədi. Gəlməyənlər var, öbürüz gəlmədi. Uşaqlar üçün çətin məsələlərdən biri də sadə cümlə şəklində verilmiş cümləni mübtəda qudaq cümləsinə çevirməkdir və yaxud hər hansı bir qudaq cümləyə çevirməkdir. Belə halda cümləni diqqətlə təhlil edib nələrin daha çox tərkib, hansı üzvün daha çox tərkib və yaxud təyin söz birləşməsinə ifadə olunmasına baxmalıdır. Baxın, məktubda qızının xaricdə yaşadığı qeyd olunmuşdur. Cümləni təhlil edək, qeyd olunmuşdur. Nə qeyd olunmuşdur? Qızının xaricdə yaşadığı dığ şəkilçisi feil sifət tərkibi ilə ifadə olunmuşdur. Məktubda tamamlıdır. İndi burada nə ola bilər? Burada ancaq birləşmə olduğuna görə mübtəda qudaq cümləsi olar. Məktubda qeyd olunmuşdur kini əlavə edək. Qızı xaricdə yaşayır. Və yaxud bizim müharibədə qalib gələcəyimiz gün kimi aydın idi. Aydın idi xəbər. Nə aydın idi? Bizim müharibədə qalib gələcəyimiz üçüncü növ təyini söz birləşməsidir. Görün, gün kimi aydın idi ki, nə? Biz müharibədə qalib gələcəyik. Biz müharibədə qalib gələcəyik. Və yaxud, onların səhv etmələri hamıya aydınlaşdırıldı. Aydınlaşdırıldı xəbər. Nə aydınlaşdırıldı? Onların səhv etmələri üçüncü növ təyini söz birləşməsidir. Sadə mürəkkəb cümlə çevir. Hamıya aydınlaşdırıldı kini əlavə edək. Onlar səhv edirlər. Onlar səhv edirlər. Və yaxud, zalda sakitlik gözləməyiniz xahiş olunur. Xahiş olunur. Xəbər nə? Zalda sakitlik gözləməyiniz. Məsdər tərkibidir. Xahiş olunur. Xahiş olunur. Zalda sakitliyi gözləyəsiniz. Deməli, bunu sadə cümlənin mürəkkəb cümləyə çevirən, mübtəda mürəkkəb cümləsinə çevirəndə də baxmaq lazımdır ki, harada üçüncü növ təyini söz birləşməsi, məhnəklər, məsdər tərkibi, an şəkilçili feil sifət tərkibi, eləcə dığ şəkilçili feil sifət və feil sifət tərkibi, ki şəkilçisi bağlayıcının artırımı ardına budaq cümlə şəklində ifadə etmək lazımdır. Mübtəda budaq cümləsinin ikinci tipi də budaq cümlə əvvəl gəlir, baş cümlə sonra gəlir. Bu o zaman baş verir ki, budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlamış olsun. Burada hansı bağlayıcı söz var? Əsasən, şəxs və əşya anlayışı ifadə edən sual əvəzlikləri. Kim, kim ki, nə ki, hər nə ki, hər kəs ki, hara ki. Baxaq, belə halda baş cümlədə əvəzlik gəlib ola da bilər, olmaya da bilər. Hansı əvəzliklər işlənir? O, bu, eləsi, elələri, beləsi, belələri və ora. Baş cümlə əvvəl gələndə ora əvəzlik qəlbi demək olar ki, işləmir. Lakin bu tip bağlayıcı sözlə bağlananda
ora əvəzi qəlbi işlənə bilir. Bu çox nadir işlənir. Baxaq, kim ki işləmək istəmir, o sabahdan gəlməsin. Bu budaq cümlədir, baş cümlədir. Baş cümləni oxuyaq. O sabahdan gəlməsin ki, işləmək istəməyənlər fe'l sifət tərkibi ifadə olunacaq. Hər kəs ki səhlənkarlıq etsə, cəzalandırılacaq. Baş cümlə cəzalandırılacaq, cəzalandırılacaq kim? Səhlənkarlıq edənlər. Fe'l sifət ifadə olunur. Bura o əvəzliyini asanlıqla bərpa etmək mümkündür. Burada bir şey de bilin. Adətən ki olanda sasə işlənmir. Lakin ki olmayanda sasə işlənir. Deməli, əgər birinci cümlə bağlayıcı söz və intonasiya ilə bağlanırsa, ikinci cümlə bağlayıcı söz, intonasiya və sasə şəkilçisi, bəzən də isə hissəci ilə bağlanmış olur. Ümumiyyətlə, ki olanda adətən sasə işlənmir. Ki olmayanda sasə işlənə bilər. İşlənə də bilər, işlənmədir. Belə demir, hər kəs səhlənkarlıq edir, cəzalandırılacaq. Hər nə ki göndərilib, o bizə bəs edər. Nə bizə bəs edər? Göndərilənlər. Fe'l sifət ifadə olunur. Kimlər ki, torpaq uğrunda şəhid olub, unudulmayacaqlar. Asanlıqla onlar və yaxud elələri əvəzi qəlbin artımı olar. Unudulmayacaqlar. Kimlər torpaq uğrunda şəhid olanlar fe'l sifət tərkibilə. Ora, haradakı demokratiya var, ora əsl xoşbəxtlik ölkəsidir. Ora xoşbəxtlik ölkəsidir. Hara? Demokratiya olan yer. Adətən yer ayrıqda mübtəda kimi olmur, çünki qeyri-müəyyənlik. Bir də ona görə demokratiya olmayan yer bütövlükdə mübtəda kimi götürülür. Kimlər bizə yardım edirsə, elələri dostumuzdur. Kim dostumuzdur? Qeyri-müəyyənlikdir. Bunu izah edin. Kim dostumuzdur? Bizə yardım edənlər. Sadə cümləyə çevirənlər, ümumiyyətlə yadda saxlayın ki, bu da cümlə sadə cümlə çevirilərkən bağlayıcı vasitələr hamısı, istər bağlayıcı olsun, istər sasə şəkilçi olsun, istər başqaları olsun, istər bağlayıcı söz olsun, atılır. Hara istidir, ora mənə xoşdur. Mənə baş cümlə. Hara mənə xoşdur? İsti olan yer. Görüldüyü kimi ora olanda adətən yer sözü axırıncı söz alır. Ora mənə xoşdur. Hara isti olan yer. Ora xoşbəxtlik ölkəsi. Hara demokratiya olan yer. Bu şəkildə ifadə olunur. Hara ki istidir, ora gedirəm. Diqqət edin. Burada da ora var. Burada da ora var. Bu ora sözünün hansı halda olmasını diqqət etmək lazımdır. Burada bu adlı haldadır. Bu olacaq mübtəda budaq cümləsi. Lakin hara ki istədir, ora gedirəm. Artıq burada mənaca görmüş haldadır. Ora ya mənasındadır. Bilir ki, ora sözü iki məna ifadə edir. Həm adlı qal mənasını, həm də görmüş hal mənasını. Ora, bura sözləri. Artıq bu olacaq yer budaq cümləsi. Bu məsələyə diqqət etməyinizi xahiş edirəm. Qaldı sadə cümlənin mürəkkəb cümlə çevirərkən sadəcə baxmaq lazımdır. Ən şəkilçisi fe'li sifətlər adətən budaq cümlə yerinə qoyula bilər. Məsələn, öyrənən danışsın. Asanla demək olar ki, öyrənib, o danışsın. Deməli, fe'li sifət, mübtəda vəzifəsində işlənən fe'li sifəti bu bağlayıb söz əlavə etməklə budaq cümlələri yerində işlətim olar.
Dünən mükafat alanlar qabiliyyətimə gəlsinlər. Qabiliyyətimə gəlsinlər baş cümlədir. Kimlər ki dünən mükafat alıblar, yazın da. Kimlər ki dünən mükafat alıblar, onlar qabiliyyətimə gəlsinlər. Onlar qabiliyyətimə gəlsinlər. Kimlər? Dünən mükafat alanlar. Ön cəbhədə vuruşanlar əsl qəhrəmanlardır. Kimlər ki ön cəbhədə, yaxud kimlər ki ön cəbhədə vuruşublar, onlar əsl qəhrəmanlardır. Və bu şəkildə də sadə cümlə. Yəni, birinci tipə nisbətən bu tipdə adətən ya fiil sifətlə, ya da fiil sifət tərkibində olanlar sadə cümlə çevrilir, mürəkkəb cümlə çevrilərkən budaq cümlə yerində işlənir. Bugünlük bu qədər. Əgər izahımı bəyəndinizsə, videomu paylaşın, qoy başqalara tanış olsunlar və kanalıma abunə olun. Sağ olun.